Salam, mən sizin kiber təhlükəsizlik müəlliminiz Quliyev Nizat. Bugün sizinlə kiber təhlükəsizlik sahəsində vacib olan və vacib olmayan məsələləri aydınlaşdıracağıq. İnformasiya təhlükəsizliyi sahəsinə maraq. Əlbəttə, ən vaciblərdən biridir. Çünki maraq olmasa istər-istəməz insan bu sahədən sıxıla bilər. Mütləq ixtisas və ya universitet diplomu. Mənim fikrimcə bu vacib olmayanlar kateqoriyasındadır. Əsas şəbəkə anlayışları haqqında biliklər. Vacibdir. Sadəcə olaraq onu da bildirmək istəyirəm ki, yəni şəbəkə anlayışı olmayanları da biz təlimlərdə zaten şəbəkəni sıfırdan öyrədirik. Müəyyən bir istiqamət seçmək. Vacibdir. Mütləq şəkildə vacibdir. Kiber təhlükəsizlikdə məsələn Blue kimi də seçə bilər, Red kimi də seçə bilər, amma daha məqsəd uyğun olar ki, müəyyən bir istiqamət seçib oradan davam eləsinlər. İlk başlardan bütün sertifikatları almaq. Təbii ki, vacib deyil. Sadəcə müəyyən bir vaxt keçdikdən sonra almaq məsləhətlidir. Proqramlaşdırma biliyi. Proqramlaşdırma bilmək vacibdir. Sadəcə olaraq kiber təhlükəsizlik mütəxəssisi olacağınızı öz məqsədiniz olaraq görürsünüzsə, əlbəttə ki, vacibdir. Biliklərini qanuni və faydalı məqsədlər üçün istifadə etmək. Əlbəttə, ən vacibi budur. Çünki kiber təhlükəsizlik sahəsində həm qara kepkalı hekerlar var, həm də ağ kepkalı hekerlar var. Nəzəri olaraq bilik məsələsində hər ikisi eynidir. Sadəcə burada onları bir-birindən ayıran xarakter məsələsidir.